Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini vermişdir. Belə ki, Azərbaycan Dəmir Yollarının vaxtilə mövcud olmuş struktur bölməsi, yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və qatarların idarə edilməsi xidmətinin İmişli lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün Azərbaycan Dəmir Yolları tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilmişdir. Azərbaycan Dəmir Yolları törədilmiş qanunsuz əməl barədə tədbir görülməsi üçün Baş Prokurorluğa müraciət etmiş və müraciətə əsasən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə başı dairəsində istintaq aparılmışdır. Müəyyən edilmişdir ki, Eldəniz Sadıqov və Famil Soltanov 15 yanvar 2022-ci il və 6 iyun 2023-cü il tarixləri arasında marşrut vərəqələrində faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəmiş, bununla da Azərbaycan Dəmir Yollarına külli miqdarda ziyan vurmuşlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilmişdir.